Son günlər hava şəraitinin kəskin pisləşməsi nəticəsində Gürcüstanda problemlər yaranıb. Kümükartidəki vəziyyət barədə materialımızda. Son 3 gündə hava şəraitinin kəskin şəkildə pisləşməsi bələdiyyələrdə bir sıra problemlərə səbəb olub. Bu baxımdan Kümükarti bölgəsində də çətinliklər yaranıb. Teticqaro bələdiyyəsində onlarla kənd tamamilə cəmiyyətdən təcrid olub. Güclü qar yağışı kəndlərə gedən yolları bağlayıb. Xüsusi texnika və müvafiq xidmətlər güclü yağışın qarşısını almaq üçün fasiləsiz işləyir. 3 gündür Teticqaro bələdiyyəsində dayanmadan qar yağır. Kəndlərə gedən yollar təmizlənir. Hazırda 34 kəndin yolu bağlıdır. 2-3 günə hamısı açılacaq. Sakinlər problemsiz hərəkət edəcəklər. Mobil qruplarımız dərmana və qidaya ehtiyacı olan insanlara kömək edir. Ya piyada ya da atla lazım olan əşyaları insanlara çatdırırlar. Svanetidən qara görə köçdük. Burada isə daha pis vəziyyətə düşdük. Daha pis vəziyyətlə üz-üzə qalmışıq. Hər gün texnika hərəkət edir, yollar açılır. Merə təşəkkür edirik. Hələlik ailədə odunumuz və yanacağımız, lazım olan şeylərimiz var. 3 gündür durmadan yağır. Biz bu qədər qar yağacağını gözləmirdik. Biz tez təmizlənməsini istəyirik, amma mərhələ ilə təmizlənir. Yollar da düzələr. Pis hava şəraiti Marneuridə nəqliyyat problemlərinə səbəb olub. Güclü qar yağışı xüsusilə yüksək dağ kəndlərinə aparan yollarda maneələr yaradıb. İnzibati vahidlərdə mərhələli şəkildə təmizlik işləri aparılaraq nəticədə hərəkət tədricən bərpa olunub. Bundan əlavə müvafiq xidmətlərin məqsədyönlü iş apardığı müəyyən ərazilərdə güclü yağışlar yaşayış binalarının həyətlərini və zirzəmilərini su basıb. Marneuridə yağan leysan yağışlar və qar həm şəhərdə, həm də bir neçə kənddə evlərə doldu. Hazırda Algetdəyik, əhaliyə arxı təmizləməkdə, suları çəkməkdə yardımçı oluruq. Sakinlərin yanında olmağa çalışırıq. Bornisidə də yollar qardan təmizlənib. İşlər əsasən ictimai obyektlərin yaxınlığında və mərkəzi hissələrdə aparılıb. Bölgədəki vəziyyət tədricən sabitləşir. Lakin müvafiq xidmətlər yol hərəkətini tamamilə təhlükəsiz etmək və mümkün riskləri minimuma endirmək üçün fövqəladə rejimdə işləməyə davam edir.